Şəmkirçay su anbarında 2 nəfərin boğularaq ölməsinin bəzi detalları üzə çıxıb. Su anbarında boğulub ölən hər iki şəxs sözü gedən əraziyə istirahətə gediblər. Onlar istirahət edən zaman 2005-ci il təvəllüdlü Aliyə Həsənova su anbarında çimmək üçün suya girib. Bu zaman gənc qız suda boğulub. Onun boğulduğunu görən rayonun Seyfəli kənd sakini 2004-cü il təvəllüdlü Ümid İbrahimov özünü suya atıb. Nəticədə hər iki şəxs su anbarında boğularaq ölüb. Onların suda boğulduğunu görən Ümid İbrahimovun dostu Fazil Həsənov dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat verib. Əraziyə məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin dalğıc xilasediciləri axtarışlara cəlb olunub. Həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batanlardan biri 2004-cü il təvəllüdlü Ümid İbrahimovun meyidi tapılaraq çıxarılıb və aidiyyatı üzrə təhvil verilib. Hazırda suda batan digər şəxs 2005-ci il təvəllüdlü Aliyə Həsənovanın axtarışları davam edir. Su anbarında boğularaq ölən hər iki şəxsin sevgili olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.